Buzovna kəndinin düz mərkəzində bir uşaq bağçası var. 229 nömrəli uşaq bağçası. Onun lövhəsinin yanında isə nurlu bir şəxsiyyətin haqqında məlumat əldə eləmək olar. Axund Şeyx Kamiyab. Lövhədən məlum olur ki, o 1870-ci ildə bu ərazidə yerləşən evdə dünyaya göz açıb. Dini təhsil almaq üçün İrana gedir və dini təhsilini müvəffəqiyyətlə alır. İranda xoş bir təsadüf nəticəsində o bir həmyerlisi ilə qarşılaşır və dostlaşır. Aralarındakı yaş fərqinə baxmayaraq, Axund Kamiyab Keçəçi oğlu Məhəmmədlə yaxından dostlaşır. Bir-birinə məhrəm olan insanlardır və onların arasında gözəl bir dostluq münasibəti yaranır. Hacı Kamiyab yaradıcı insan idi. Muğama xeyli həvəsi var idi və elə ilk muğam dərslərini də, əgər belə demək mümkünsə, Keçəçi oğlu Məhəmməddən almışdı. İranda o Əbülhəsən adlı başqa bir məşhur xanəndə ilə tanış olur. Əbülhəsən Hacı Kamiyabın muğam dünyasına ən yaxşı bələdçilərindən biri olur və muğamı ona daha çox sevdirir. Təhsilini bitirdikdən sonra doğma kəndinə qayıdır. Bir müddət İçəri şəhərdə də yaşayır və İçəri şəhərdə yerləşən Bəylər məscidi, bu məscidin digər adı Məmmədyar məscididir. Orada və Gileyli məscidində də axundluq edir. Axundluğu ilə yanaşı o muğam məclislərində də iştirak edir. Muğamı dinləyir və təbliğ edir. 20-ci il gəlir. Bolşeviklər hakimiyyəti qəsb edirlər. Dinə qarşı mübarizə şiddətlənir. Bir sıra din xadimləri repressiya olunur. Repressiyaya uğrayanlardan biri də Axund Hacı Kamiyabdır. Onu əvvəlcə həbs edirlər və Sibirə göndərirlər. Bəraət qazanır və yenidən Azərbaycana qayıdır. Azərbaycana qayıtdıqda onu bir müddət Qubada saxlayırlar. Qubadan sonra o Bakıya gəlmək istəyir. Buna şərait də yaradılır. Axund Kamiyab 36-cı ildə Bakıya gəlir. Amma bu onun Bakıya sonuncu səfəridir. Buradan onu yalnız lap sonuncu səfər gözləyir. Gedər gəlməzə aparan yol. Onu yenidən həbs edirlər.